Rafiq müəllim, bəs indi müasir dövrümüzdə övlad, valideyn münasibəti, biz müasir dövrümüzdəki bütün xarakteristikaları nəzərə alaraq bu sualı verirəm. Necə olmalıdır sizcə? Mən onu köhnə dövrlə müqayisə eləmək istəmirəm. Bax, bu dövrdə necə olmalıdır? Bu dövrümüz, siz dediyiniz kimi, digər dövrlərlə müqayisə olunacaq bir ictimai norma deyil. İnteqrasiya olunur, texnikadır, kompüterdir, internetdir. Biz ondan kənarda qala bilmərik. Amma baxın, insan, uşaqlar böyüyən 14 yaşa çatanda, 14 yaşa qədər uşaqlarda hormonal inkişaf zəif olduğuna görə onlar tabi olur. Valideynə tabi olur. Çünki onlarda itirmək qorxusu var. 14 yaşından sonra itirmək qorxusu itir. İtirmək qorxusu itir, ixtiyari diqqət güclənir və həmin onlarda nevrotik hallar əmələ gəlir. Yəni, valideyn ona irad bildirəndə, tənbih edəndə, cəza verəndə əsər. Sıra yeni yetməlik zamanında. Bəli, yetkin yaşına çatmayan yeni yetmələrdə. Onlarda nevrotik hallar əmələ gəlir, eşqisinin yarandığı dövrdür. Və həmin qorxulu dövr odur və valideyn nə etməlidir? Ən azından bizim valideynlərimiz qismən övladlarını nəzərə almaqdandırsa, yəni övladını nəzərə al, ona diqqət göstər, yox, bunları yox. Valideyn övladının diqqətini özünə çəkməlidir. Valideyn özünün ata obrazı ilə, ana obrazı ilə övladının diqqətini özünə çəkməlidir ki, mənim atam belə elədi, mənim atam, mənim atam, mənim anam. Amma başqalarının atası belədir, mənim atam belədir, ola bilməz. Bizi bugün cəmiyyətimizdə uçurum budur. Müşahidə etmə, müqayisə etmə, əqli nəticəyə gəlmə. Bugün bizim gənclərimiz, yeni yetmələrin müşahidə həddi çoxdur. İnternetdə də, cəmiyyətdə də müşahidə həddi. Atasında nümunəvi obraz görmədiyinə görə öz valideyni başqa valideynlərlə müqayisə edir. Filan valideyn övladına siqaret çəkməyə qoyur. Filan valideyn övladına bunu aldı. Bunu elədi. Digər valideynlərlə öz valideyni müqayisə eləyəndə buna sərf eləyən variant digər övladın valideynidir. Ona seçə bilmir, öz valideyni qınıyır. O valideynə bəhrələnə bilmir. Burada tərbiyədə valideynin mi səhvindən qaynaqlanır? Bir mənalı olaraq valideynindir. Bir mənalı. Baxın, biz bugün uşaqların hərəkətinə görə, qeyri-normal davranışına görə, hətta cinayətinə görə biz övladı qınıyırıq. Çünki əməl sahibi odur. Biz, necə deyirlər, onun dərinliklərinə, dərin qatlarına enməliyik. Amma ona nə təhrik eləyir? Övladın uğurundadır və uğursuzluğundadır. Övladın sağlığında da, sağlamlığında da. Hər zaman demişəm. Valideyn günahkardır. Niyə valideyn günahkardır? Baxın, bizim bütün valideynimizə aid deyil. Bir çox valideynlərimizə. Bizim bugün valideynlərimiz övladından onu yaxşı oxumağa, yaxşı övlad olmağa tələb edir. Amma ona kömək edə bilmir. Kömək etmək üçün, mənim övladım tərbiyəli olmaq üçün mən eləməyə borclu olduğum nədir? Onu eləyim. Biraz da egoizm deyilmi? Həm egoizmdir. Baxın, bir də siz insan psixologiyasının çox gizli, qaranlıq məqamları var. İnsan eləyə bilmədiyi, qadir olmadığı və onun ötəsindən gələ bilmədiyi bir şeyləri başqasından tələb edir, xüsusilə övladından. şər atır, qınıyır. Və ona görə də siz düz deyir. Bizim bugünkü valideynlərimizin əksəriyyəti, çoxu, mən təəssüflə deyərdim ki, çoxu sadəcə tələb edir. Amma tələb etdiyi övladının bu tələbə uyğun cavab verməsinə kömək eləmir. Rafiq müəllim, az eşitmirik ki, valideynlər övladlarına deyir, əgər sən imtahandan kəsilsən, evə gəlmə, bu ifadəni də işlədəcəm, get özünü at və s. Bunu da az qarşılaşmırıq bu hallarına. Bu son 5-10 ildə çox böyük bir bəladır gənclərin arasında. Çünki bizim yeniyetmə gənclərimizin hamının sinir sistemi, psixoloji sinir funksiyaları eyni deyil. Xüsusilə həssas zamanlar olur da uşaq üçün. 17 yaş, bu bertant yaş dövrüdür. 16-17 yaş imtahan verdiyi dövrüdür. Həmin mental yorğunluq, universitet hazırlığı və s. Pozuntu, emosional yorğunluq və bax fikir verin, siz dediyiniz biz çarpaz tərəflərə toxunduq. Amma həqiqətdir, doğru olan bir tərəflə. Yaş dövrü, cins, oğlandır, qızdır, evin birinci övladıdır, ikinci övladıdır və bunlar heç biri nəzərə alınmır. Amma valideyn övladını, indi gəlin bir məsələyə toxunaq, valideyn övladını tələb edir. Sən instituta girməsən, qəbul keçməsən, sizcə valideynlərin çox övladını mı düşünür? Xeyr, mənə nə deyəcəklər? Mənə nə deyəcəklər? Mən pul xərcləmişəm. Qonşu nə deyəcək, qohum nə deyəcək? Bax, gördünüz mü? Bizim valideynlərimiz övladı məcbur edir ki, məni digər uşağın övladı ilə müqayisə elə. Çünki o uşaq kəsildi, atası onu qucaqladı, öpdü. Amma mənim atam məndən tələb eləyir və uşağın seçim pozuntusunda qalır. Niyə mənim atam belə deyil? Qınama başlayır. Qınama olanda isə normalara insan əməl eləyə bilmir.